Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə nəyə göstərmək istəyirəm? Deyək ki, adicə girmisiniz YouTube'a videoya baxmaq istəyirsiniz. Görə bu video zamanı reklam çıxmadı. Belə deyim, bax, misal üçün. Girirsiniz YouTube'a. Qabağınıza belə bir bezdirici reklam açılır. Bax, kazino saytlarının reklamıdır. Məsələn, istəmirsinizsə bu reklam qarşınıza ikinci dəfə çıxsın, belirləyirsiniz. Bax, bu 3 nöqtəyə vurursunuz reklamın altında. Əlbəttə ki, videonun adının altında. 3 nöqtəyə vurduqdan sonra gözləyirik. Bax, belə bir yer açılır. Burada şikayət var, bəyənin var, bir də blokla var. Bax, blokluya vurursunuz. Davam etdirirsiniz. Bu reklam bir daha sizin qarşınıza mümkün deyil çıxsın. Bax, emin olun. Ola bilər başqa reklamlar çıxacaq. Bax, gördüyünüz kimi məsələn silindi. Gördünüzmü? Yəni qarşınıza çıxan bezdirici reklamlar olsun. Məsələn belə bilmirəm də indi başlayan zaman reklam çıxacaq yoxsa yox. Hər hansı bax, məsələn bir maşının reklamı gedir, düzdürmü? Reklam açılsın. Bax, reklamı əgər bezmişsə bu reklamdan görün bunda gəlmədi. Və bax, burada sponsor sözün üstünə bax, bura vurursunuz nida işarəsinə. Bax, burada deyək ki, bax, burada 3 nöqtəyə vurdunuz gələndən sonra. 3 nöqtəyə vurub gözləyirsiniz. Biraz şəbəkəmiz zəifdir. Bax, burada yenə də bu blokluya vurursunuz, davam etdirirsiniz. Şəbəkə biraz zəifdir. Yəni bu reklam da mümkün deyil qarşınıza bir daha sizin çıxsın. Yəni belə reklamlardan azad ola bilərsiniz.